1979 1 fevralında Fransadan Tehrana gələn saqqallı, sərt baxışlı bir adam İranın və bütün yaxın şərqin taleyini dəyişdi. Portretlər serimizin bugünkü qonağı Ayətullah Ruhullah Xomeyni və İran İslam çevrilişidir. Xomeyni 1902-ci ildə İranın Xomeyni şəhərində dünyaya gəlib. Xomeyninin ailəsi nəsillər boyu mollalar çıxardan, yəni o ailəsindən böyük mollalar çıxıb. Xomeyni təhsilin Xomeyni şəhərindəki mədrəsələrdə başlayıb. Sonrakı dövrlərdə Şiəliyin mərkəzi sayılan Xum şəhərində daha yüksək dini təhsil almaq üçün gedib. Xomeyninin həyatındakı ən böyük dəyişikliklərdən biri Xomeyni uşaq vaxtı atasını itirib və Xomeyninin xalası və anası böyüdü. Xomeyninin böyüdü və gəncliyin keçirdiyi İranı anlamalıyıq, Xomeynini anlamaq üçün. İranı 1900-cü illərə gəldikdə bir türk xanədanı olan Qacar xanədanı idarə eləyir. Amma Qacar xanədanının son dönəmlərində artıq İran tamamilə çöküşə keçmiş vəziyyətdə olur. Burada ən önəmli şey İran neftinin kimin istifadə edəcəyidir. Bununla bağlı İngiltərənin İranın daimi hamiliyin elədiyinə görə o zamanki Qacar hökmdarına bir müqavilə, neftlə bağlı bir müqavilə imzalanır. Bu müqavilənin şərtlərinə görə o zamanki Qacar hökmdarına 20 milyon funt sterling birbaşa ödəmə və qurulacaq şirkətindən 20% pay təklif eləyirlər və çıxarılan neftin gəlirlərinin sadəcə 16%-i İran hökumətinə veriləcək. Bu şərtlərə razı olan Qacar hökmdarı bu müqaviləni imzalayır və o dönəmdən sonra İrandakı neftdə İngilis imperiyası nəzarət eləyir. Bu İngiltərənin bu əməlinin arxasında 1900-cü illərin başında İngiltərə donanmasının dəniz qüvvələrinin kömür tipli gəmilərdən daha çox dizel motorun istifadə edəcəyi gəmilərin istifadəsinə görə yeni ortaya çıxan neftə nəzarət etməyə çalışır İngiltərə. İlk bu nəzarəti ələ keçirdiyi yerdə İran olur. O vaxt İranda qurulan İngilis şirkəti Persian England Company, bugünkü adı ilə tanıdığımız British Petroleum, yəni BP şirkəti olur. BP şirkətinin ilk qurulumu İranda olur. Burada qurulan İngilis British Persian Company da yaxşı anlamaq üçün onu daha detallı incələməliyik. Bu qurulan kompaniya İranda böyük bir şəhərcik salır. Bu şəhərcik demək olar ki, İran hökumətinin tamamilə nəzarətində olmur və bu şəhərcikdə İngilis qanunları keçir. Şəhərciyin içərisində bələdiyyə, özünün məhkəmə xidməti olur və çıxarılan neftin miqdarı, çıxarılan neftdən əldə olunan gəlirlərin heç biri İran hökuməti ilə paylaşılmır. Çünki burada çıxarılan neftin qeydiyyatı İngilis qanunlarına görə aparılır və İngiltərə öz iqtisadi fəaliyyətlərinin xarici dövlətlərlə paylaşmır. Halbuki yəni burada çıxarılan neft də bu ərazidə İran dövlətinə aid. İranın bu şəraitində 1914-cü ildə başlayan 1-ci Dünya müharibəsi ərəfəsində İngiltərə və Rusiya 1-ci Dünya müharibəsi başlamazdan əvvəl İranı işğal eləyirlər. İran işğal altında salınır və İran hökuməti demək olar ki, tamamilə ləğv olunur. 1918-ci ildə 1-ci Dünya müharibəsi bitdikdən sonra Qacarlar hakimiyyətdən gedirlər. Bunun da səbəbi o zamanda Qacar hökumətinin özünə məxsus ordusu olan Kazaklar deyə bir ordu var. Bu ordunun generalı olan Muhammed Rıza Pəhləvi. Bu general artıq Qacar hakimiyyətinin sonunu gətirir və özünü şah elan edərək Pəhləvilər imperiyasını qurur. Muhammed Rıza Pəhləvi yazma bilməyən, sadəcə orduda yüksək vəzifədə xidmət edən bir şəxsdir. Muhammed Rıza Pəhləvi din qarşıtıdır və dövlətin teokratik qanunla idarə edilməyinə tamamilə qarşıdır. Buna görə hakimiyyətə gələn kimi böyük dini baskılar həyata keçirir. 1924-cü ildə Pəhləvi xanədanlığını qurur və öz fikirlərində Atatürkdən çox təsirləndiyi deyilir. Atatürkün Türkiyədə apardığı modernləşmə və qərb mədəniyyətinə inteqrasiyanı İranda həyata keçirməyə çalışır. Amma İranda çox böyük problemlərdən biri budur ki, İran mərkəzi hökuməti İranın daha kənarları, yəni ki, şəhərlərdə olmayan, kəndlərdə yaşayan insanlara çox nüfuz eləyə bilmir. Buna görə də Muhammed Rıza Pəhləvinin həyata keçirdiyi fəaliyyətlər yetəri qədər xalqa anladıla bilmir. Həmin ərazilərdə, yəni dediyimiz kəndlərdə, kiçik rayonlarda, İran coğrafiyasının daha dərinliklərində qalan insanlara daha çox nüfuz eləyən insanlar mollalar olur.
Mollaların bu fəaliyyətini kəsmək üçün bütün dini fəaliyyətləri dövlət nəzdində qadağan eləyir Rza Pəhləvi və bu da mollaların dövlətin nəzarətindən çıxıb daha yeraltı fəaliyyətləri həyata keçirməyinə səbəb olur. Rza Pəhləvinin verdiyi çox önəmli qanunlardan biri də hicabı, yəni başörtüsün qadağan eləyir. Bu qadınların azad yaşamağı adına həyata keçirilən bir fəaliyyət olsa da, mollaların qorxusundan baş örtmək qadağan olunan xanımlar evdən artıq çıxa bilmirlər. Çünki evdən çıxdıqda onların, yəni bunu anlamalıyıq ki, İranda yaşayan insanlar həqiqətən o dini inanca çox dərindən inanırlar və bunun həqiqətən onların həyatında çox önəmli olduğunu düşünürlər. Buna görə də bu qadağan səbəbindən qadınların azadlığı bir növ daha da azalmağa başlayır. Çünki qadınlar ümumiyyətlə artıq çölə çıxa bilmirlər. Rza Pəhləvinin digər qanunları da daha çox Atatürkün Türkiyədə həyata keçirdiyi şapka qanunu, yəni insanların geyimi ilə bağlı verilən, kişilərin də geyimi ilə bağlı verilən digər qanunlar olur. Amma Rza Pəhləvinin ikinci verdiyi qanun mərkəzi ordu qurmaq məcburiyyətində qalır. Amma mərkəzi ordu qurmağın ən böyük maneəsi mərkəzi ordunun maliyyələşdirmə problemidir. Çünki mərkəzi ordu və mərkəzi bürokratiya böyük, yüksək miqdarda xərclər tələb edir. Bu xərci də qarşılamaq üçün məcbur Rza Pəhləvi yenidən ingilislərlə masaya oturur və İran neftin 1993-cü ilə qədər daha 60 il, 1930-cu ildə daha 60 il ingilislərə vermək məcburiyyətində qalır. Bunun qarşılığında ingilislər %20, sadəcə %20 miqdarda gəlirlərin İran dövlətinə verirlər. Rza Pəhləvinin bu dönəmindən sonra 1939-cu ildə başlayan 2-ci Dünya müharibəsindən sonra Rza Şahın da ingilislərdən canını qurtarmaq üçün bir növ Almaniyaya yanaşmağına görə 1941-ci ildə SSR və İngiltərə ortaq planı İranı işğal edirlər. Və Rza Pəhləvinin Hitlerə kömək elədiyini düşündüklərinə görə İranı işğal edirlər və Rza Pəhləvi artıq ölkədən göndərirlər. Ona burada hakimiyyətini davam edə bilməyəcəyini deyirlər və onun yerinə oğlu Muhammed Rza Şah Pəhləvi gəlir. Muhammed Rza Şah Pəhləvi o dövrdə 21 yaşında olur və hakimiyyətə gəldikdə artıq heç bir otoritəsi, o dövləti idarə etmə qabiliyyəti olmayan bir şəxs olur. Daha çox ingilislər və rusların nəzarətində hakimiyyətə gəlir. Amma bu dünya müharibəsi tamamilə bitdikdən sonra Muhammed Rza Pəhləvi dövlətdəki idarəni əlinə alır. Amma ki, o dövrdə 2-ci Dünya müharibəsindən sonra ölkə İranının da iqtisadi şəraiti çox ağır bir şərait aldığına görə müxtəlif üsyanlar baş verir və bu üsyanların sonunda İran məclisində daha demokratik seçimlər həyata keçirir və bu demokratik seçimlər nəticəsində Qacarların nəslindən gələn, əslində bir türk olan Muhammed Musaddıq baş nazir kimi seçilir. Muhammed Musaddıqın ən böyük təmsil elədiyi, arxasından aldığı güc İran neftinin milliləşdirilməyidir. O dövrdə ümumiyyətlə Misirdə də və digər ərəb ölkələrində də İran neftin ingilislərin əlindən qurtarıb milliləşdirilməyi ilə bağlı müxtəlif fəaliyyətlər həyata keçirir. İranda da bunun təzahürü Muhammed Musaddıqla olur. Muhammed Musaddıqın İran neftini milliləşdirməyə dair qanun təklif verir İran məclisinə və İran məclisində bu qəbul olunur. Çoxluqla qəbul olunan bu təklif İngiltərənin, o vaxt Winston Churchill İngiltərə baş naziridir və Winston Churchillin böyük narahatçılığına səbəb olur. Daha öncəsindən deyilən, yəni yazılan İran qaynaqlarında verilən məlumatlara görə Muhammed Musaddıq %50-50, yəni ki, ingilislərə təklif eləyir ki, heç olmasa yəni İran neftinin gəlirlərinin %50-si İran dövlətinə verilsin, %50-si British Petroleum verilsin. Amma ingilislər təbii ki, bunu belə qəbul eləmirlər. Bunu belə qəbul etməyəndən sonra Musaddıqın verdiyi təklifdən sonra İran nefti %100 milliləşdirilir. Və %100 milliləşdirmədən sonra İngiltərə İrana sanksiyalar tətbiq eləməyə başlayır. Bu sanksiyalar ondan ibarətdir ki, İran neftinin daşınmasını bütün gəmi şirkətlərinə qadağan edir, sığorta şirkətlərinin İran neftini daşıyanı tankerlərə sığorta etməməyini bildirir. Çünki açıq dənizlərdə İran neftini daşıyan tankerlərə İngiltərə əl qoyur ki, siz əslində oğurluq mal daşıyırsınız. Çünki İngiltərə düşünür ki, oradakı neftin sahibi özləridir və İran hökuməti bunlardan onu oğurlayıb kimi. Yəni ki, İngiltərə imperiyasının necə hayasız bir imperiya olduğunu buradan görə bilirik. Burada amma ki, İngiltərənin o dönəmki 2-ci Dünya müharibəsindən sonra bunu anlamalıyıq ki, İngiltərə imperiyası tamamilə gücünü itirmişdi və bu İngiltərənin özünün qoyduğu sanksiyalar yetəri qədər təsirli olmur və buna görə də Winston Churchill o dönəmki Amerikan prezidentinin
da yola gətirir ki, İrandakı İngiltərənin sanksiyasına Amerika da qoşulsun. Amerikanı yola gətirmək üçün də bundan istifadə edir ki, o dövrdə sosializm təhlükəsi, yəni bütün Amerika Qərb üçün böyük Sovet İttifaqının çox İkinci Dünya müharibəsində çox güclənməyinə sosializm təhlükəsi hiss edilir və İranda da sosialist partiya var, Today partisi var. Today partisi İranın ən böyük kommunist partiyasıdır və bunlar çox güclüdürlər. İçəridə Amerika prezidentinə yəni danışdığı hekayə bundan ibarətdir ki, əgər sanksiyalar davam eləsə İran hökuməti tamamilə çökəcək və çökmüş hökumətin başına Today partisi gələcək. Today partisi də tamamilə Sovetlərin nəzarətindədir və İranın bir növ tamamilə Qərb tərəfindən nəzarətini itirir, Sovetlərin nəzarətinə keçəcəyini düşünür. Və bu formada həqiqətən Amerikanı yola gətirir və Amerika da bu sanksiyaya qoşulur. Amma ki, Amerika sadəcə sanksiyaya qoşulmaqla qalmır. MI6 və CIA ilə birlikdə Muammer Musaddiqi hakimiyyətdən uzaqlaşdırmaq üçün bir çevriliş təşkil edirlər. Bu çevriliş CIA və MI6 tərəfindən həyata keçirilən Ajax Operationu başlayır. 26-cı Amerika prezidenti olan Theodore Rooseveltin nəvəsi Kermit Junior Roosevelt başçılıq edir. Bu operasiyon nəticəsində 1953-cü ildə Muammer Musaddiq hökuməti devrilir. Ordu ilə birlikdə həyata keçirilən bu operasyonda Muammer Musaddiq devrilərək məhkəməyə çıxarılır və məhkəmədə ömürlük həbs və ilk öncə edam və sonra ömürlük həbs tələb olunur. Ancaq daha çox Sovetlərin baskısı ilə İran hökuməti, daha doğrusu devrilmiş hökumət Muammer Musaddiq həbsi ömürlük ev həbsinə çevrilir. Muhammed Rıza Pəhləvi o hakim daha çox ölkənin idarəsinin qorxduğu üçün, yəni ki, Musaddiqin hakimiyyətindən qorxduğu üçün daha çox qaçıb Romada yaşayırdı. Amma ki, tam operasyon olduğu gün geri dönərək hava limanında Kermit Roosevelt tərəfindən qarşılanır və Kermit Rooseveltə məşhur dediyi bir söz var. Taxtımı və hakimiyyətimi ilk öncə Amerikaya, sonra da İran xalqına borcluyam deyə bir söz işlədir. Bu dövrdən sonra Muhammed Rıza Pəhləvinin hakimiyyəti daha da güclənir. Çünki MI6 və CIA onun arxasında durur və İranda MI6 və CIA-yə bənzəyən kəşfiyyat təşkilatı yaradılır. Bu kəşfiyyat təşkilatının adı SAVAK olur. Farsça onun aşması nədir? Maraqlı bir aşması var. Kişvəri nəsə belə bir şeydir. Sazeman etalət və amniyyət keşvər. Mən deyəmərəm. Boş ver. Bir də deyir. Sazeman etalət və amniyyət keşvər. Nəysə. Xalqın əmniyyəti və kəşfiyyatı kimi bir şeydir dersin tərcüməsi. SAVAK-da kəşfiyyat örgütü yaradılır və şahın hakimiyyətin İran daxilində daha da gücləndirmək üçün istifadə olunur. Yəni bunun tamamilə CIA-nin İran kopyasıdır və CIA-dən tam dəstək alırlar. Bu dövrdə şahın hakimiyyətdəki gücü daha da artır və 1973-cü ildəki İran-İsrail-Ərəb savaşları nəticəsində neftin qiyməti 4 qatına çıxmağı ilə birlikdə İranın gəlirləri çox sürətlə artır və həqiqətən də bu dövrdən sonra yəni Musaddiq hökuməti devrilir və yeni şah gələndən sonra yeni neft müqaviləsi imzalayırlar İngiltərə ilə, amma bu səfər İngiltərə payını Amerika ilə də bölüşməli olur və həqiqətən Muammer Musaddiqin istədiyi %100 olmasa da İngiltərə və Amerika şahla razılaşaraq %50-yə razılaşır və artıq İran neftinin %50 gəlirləri İran hökumətinə qalır. Və neft gəlirlərinin yüksəlməyi ilə birlikdə şah İranda bir yeni sənayeləşmə dövrü başlatdır. Bu yeni sənayeləşmə dövründə İranda şəhər həyatı və şəhər sənayesi çox genişlənir. Bu gün bəzən İranın şah dövründə İran şəkilləri falan görürük, Instagramda falan qarşımıza çıxır. Həmin o belə müasir qadınların sərbəst geyindiyi falan gördüyümüz İran həqiqətən var idi və şah dövründə o şəkillər həmin o şah devrinin son dövrlərini əhatə edir. Amma ki, yəni bunun bir yanılğı yaratmasın. Bu sadəcə İranda şəhərlərdə yaşayan orta sinif əhaliyə aid bir yəni yaşam tərzidir. Yenə də yəni təbii ki, İranın kənarlarında yaşayan, şəhər mərkəzində yaşamayan, şaha çox yaxın olmayan insanlar təbii ki, yəni də indiki dövrdə kimi mollaların daha çox kənar rayonlarda mollaların hakimiyyəti altında İslami qaydaları çox sərt bir şəkildə onlar yenə yaşayırdılar o dövrdə də. Yəni iki cür İran var idi. Şahın İran sənayesinin
yenidən təşkili və həqiqətən neftgərlərinin sənayenin inkişafına xərclənməyi, yəni dünyadakı çox iqtisadçılar tərəfindən də həqiqətən çox uğurlu bir siyasət kimi göstərilir. Həqiqətən də İranın ümumdaxili məhsulu neftin qiymətinin yüksəlməyi ilə birlikdə və bu reformların da işığında 4-5 qatına çıxır. Amma ki, şah dövrünün digər qaranlıq tərəfi şaha müxalif olan qrupların SAVAK, yəni CIA nəzarətində olan SAVAK kəşfiyyat təşkilat tərəfindən amansız formada bastırılmağı, insanlara işgəncə edilməyi, onların gizli bir şəkildə öldürülməyi, haqsız formada məhkəmələrdə onların edam cəzaları çıxmağı kimi faktlar yenə də əslində İranda qalırdı. Amma ki, sonrakı devirlərdə, yəni ki 70-ci illərdə Amerikada Carter'ın prezident seçilməyi ilə birlikdə bütün dünyada Amerikanın bu formada yəni fikir yaymağa çalışdı. İnsan haqlarının daha azadlığı olmağı kimi fəaliyyət göstərir və bununla birlikdə CIA və SAVAK birlikdə şaha bir proje təqdim edirlər. Bu proje Amerikanın təklifi ilə İrandakı bu formada qəddar fəaliyyətlərin azaldılmağı və şahın xalq nəzdində nüfuzunu yüksəltmək üçün bəyaz devrim dedikləri bir devrim həyata keçirir. Bu daha çox sosialistlərin qızıl devriminə qarşı bəyaz devrim. Bəyaz devrim də ona görədir ki, yəni qansız formada bunu həyata keçirəcəklərinə inanırlar. Ona görə adın bəyaz devrim qoyulur. Bəyaz devrimin içərisində nələr var? Bəyaz devrimin ən önəmli maddəsi torpaq payına, xalqa torpaq verilməyidir. O dövrdə torpaqlar o feodalların və torpaq ağalarının əlindədir böyük qismində və xalq onların torpağında işçi kimi işləyirlər. Bu Rusiyadakı 19-cu əsrdə Rusiyasında sərflik dönəmi kimi deyil. CIA-nin kağızında belə bir projesi var ki, şah bu torpaqları xalqa paylayacaq və xalq da bu torpaqların onlara verilməyinin, yəni ki, bir növ hamisi şah olduğuna görə şahın hakimiyyətini həmişə o torpaq əllərində qalsın, şahın hakimiyyətini dəstəkləyəcəklər. Bu həqiqətən kağız üstündə çox yaxşı görünür, amma ki, praktikada fəlakətlə nəticələnir. Çünki İranın coğrafiyası çox dağlıq olduğuna görə əkinə yararlı torpaqlar çox azdır və bəzi ərazilərdə bu torpaqlar xalq arasında bölünəndə hər insan üçün çox kiçik bir torpaq parçası düşdü və bu torpaq parçasındakı bu torpaq sahələrində əkin fəaliyyəti aparmaq heç də məhsuldar olmadı və həm də ki insanlara sadəcə torpaq verib başqa heç bir şey verməsən, yəni o torpaqda əkin fəaliyyəti aparmaq mümkünsüz olmaz. Çünki o dönəm kəndlilərin texnikanın da bu qədər yayılmadığına görə kənd təsərrüfat texnikaları yox idi, traktorları yox idi əkin fəaliyyəti aparmaq üçün. Əllərində heç bir alət olmadığına görə, sadəcə torpaqları və heç bir şeyləri olmadığına görə İranın kənarlarında yaşayan insanlar, o torpağına bağlı olan insanlar o torpağı satıb, yenidən həmin ərazidəki torpaq əyanlarına satıb Tehranın səfərlərinə köçməyə başladılar. Yəni bir növ Tehran ətrafında gecəqondular yarandı ki, bu gecəqondularda yaşayan İran xalqı gələcəkdə ki, İran İslam devriminin ən önəmli insan qaynağına çevriləcəkdir. Bəyaz devrimin digər önəmli hissəsi isə qadınlarla bağlı idi. Bəyaz devrimdə şahın tətbiq edə biləcəyi şey qadınlara səs vermə haqqı vermək idi o dönəm üçün. Qadınların başına boşana bilməyi və qadınların cəmiyyət içindəki fəaliyyətlərinə azadlıq verilməyi idi. Çünki o dönəmdə məsələn qadınlar hakim ola bilmirdi, müstəntiq ola bilmirdi. Qadınların səs vermə haqqı yox idi və bu haqqları qadınları qazandırmağa başladı və ilk Ayətullah Xomeyninin siyasətə qarışmağı da bu dövrdə yaranıb. 1963-cü ildə Xum şəhərində öz dərsləri ilə məşğul olan Ayətullah Xomeyni bəyaz devrimin İran xalqı üzərindəki nəticələrinə etiraz etmək üçün bir mitinq keçirir və bu mitinqə o dönəm üçün 500 minə yaxın insan qatılır və orada şaha qarşı çox ağır ifadələr istifadə edir. Şahın Amerikanın burada siyasətini aparan Amerikanın adamı olduğunu deyir və şaha da yəni bir növ təhdid edir ki, səni də atan kimi buralardan göndərərik deyir. Xomeyninin bu siyasi ritorikasının arxasındakı ən önəmli səbəblərdən biri əhaliyə torpaq paylanmağı ilə bağlı idi. Çünki Xomeyni deyir ki, İslam dinində özəl mülkiyyət haqqı var və Allah bunu insanlara qarışmamağı əmr edib. Bunun arxasında yatan səbəb də o torpaqların çox hissəsinin həmin ulama, şiə din adamlarına mənsub vakıflara aid olmağı idi və bunun bir nömrəli zərəri həmin o din adamlarının da
torpaq üzərində hakimiyyəti getməyi ilə bağlı idi və İkincisi də ki, qadınlara verilən haqlar təbii ki, din adamlarını çox narahat eləyir. Çünki İslam dinində qadınların şahidlik etməyi, hakimlik və müstəntiqlik kimi bu qərar mərciyində olmaqları qəbul edilməzdir və Xomeyni də bunu açıq-açıq ifadə edir ki, qadınlara bu haqların verilməyi İslami qaydalara tamamilə ziddir. Xomeynin bu fəaliyyətlərindən sonra Xomeyni həbs olunur. Amma ki, Xomeyni bildiyimiz, yəni ki, din adamları kimi deyil. Böyük ayətullahlıq alıb 1962-ci ildə Böyük Ayətullah ünvanını alır və Böyük Ayətullah o dövrün İranda sadəcə 7 dənədir. 7 böyük ayətullahdan biridir və onun həbs olunması xalqın böyük etirazlarına səbəb olur. Bu etirazlara görə şah geri addım atır. Xomeyni ev həbsinə çevrilir. Amma Xomeyni dinin fəaliyyətlərindən yox, daha çox siyasi fəaliyyətlərlə məşğul olduğuna görə yenidən həbs olunur. Bu həbs zamanı Xomeyninin arxasında duran insanların psixologiyasını anlamağına bir hekayə var. Xomeyniyə o dönəmin İrandakı baş nazir, yəni şahın təyin etdiyi baş nazir Xomeyniyə şillə vurur. Xomeyniyə siyasi fəaliyyətlərini kəs deyir və Xomeyni də mən siyasi fəaliyyətimi kəsməyəcəm deyir və Xomeyniyə şillə vurur. Xomeyniyə şillə vuran o baş nazir sonradan Xomeyni tərəfdarları tərəfindən sui-qəsd nəticəsində öldürülür. Yəni ki, Xomeyninin arxasında duran insanlar çox radikal insanlardır və onlar yəni ki, dövlətin ən üst mövqeyində olan insanları belə sui-qəsd həyata keçirirlər. Xomeyninin ölkə daxilindəki fəaliyyətlərin mane ola bilməyəcəyini görən şah Xomeynini sürgünə göndərir. Sürgününü ilk növbədə Türkiyəyə göndərirlər. Türkiyəyə göndərilən Xomeyninin Türkiyədəki fəaliyyətlərindən Türk hökuməti narahat olur. Çünki o dönəmdə 1960-cı ildə Türkiyədə hərbi çevriliş olub və daha Atatürkçü generalların idarəsində olduğuna görə Türkiyə dini fəaliyyətlərini çox narahat olurlar. Xomeyni hətta o ilk dəfə, yəni sarıqsız, cübbəsiz, sadəcə normal paltarda, yəni bildiyimiz paltoda, şalvarda sadəcə Türkiyədə görə bilərik. Şəkillər də var onun. Sonra da 11 ay Türkiyədə qaldıqdan sonra, sürgündə qaldıqdan sonra İraqda Nəcəf şəhərinə göndərilir və Nəcəf şəhərində yenidən dini fəaliyyətlərinə başlaya bilir. Nəcəf də şiələr üçün çox önəmli mərkəzdir. Nəcəf şəhərində yenidən dini fəaliyyətlərinə məşğul olur. Amma o dövrdə İraqda Səddam Hüseyn hakimiyyətdə və Səddam Hüseyn İslam dininin sünni təriqətinə mənsub olduğuna görə Xomeyninin İraqdakı şiələrin ətrafına toparlamağı və İraq şiələri ilə bu formada çox yaxın əlaqə qurmağından narahat olur. Həm də ki, şah tərəfindən də, İran hökuməti tərəfindən də Səddam Hüseynə baskılar olunur və Xomeyni artıq oradan da ayrılır və Fransaya, Parisə gedir. Xomeyninin Paris dönəmləri yəni ki, çox önəmlidir. Çünki Paris dönəmlərində Xomeyninin kaset siyasəti deyə bir şey var. Kaset siyasəti başlayır. Kaset siyasəti nədir? Xomeyni kasetlərə öz danışdığı vaazların, dinə aid yorumların kasetlərə yüklür və bu kasetlər İrana gizli yollarla İrana salınır və İranın daha çox məscidlərdə və kiçik evlərdə bu kasetləri xalq dinləyir və bu onun vaazlarına qulaq asılır və həyatlarında da buna əməl edirlər. Xomeyninin yazdığı kitab var. Yəni bu Xomeyninin dinə olan dini ideologiyasını göstərən kitabdır. Bu kitab Vilayət-i Fəqih kitabıdır və bu Vilayət-i Fəqih kitabında Xomeyninin tətbiq elədiyi dini ideologiyanı biz anlayacağıq. Xomeyni yenidən hakimiyyətə gəldikdə bunun tətbiqini gördükdə tam olaraq Xomeyni nə etməyə çalışır, bunu anlayacağıq. Amma ki, bu dövrdə geri şahın ölkə daxilindəki fəaliyyətlərinə qayıdaq. Şahın Xomeynini göndərdikdən sonra Xomeyninin təmsil etdiyi qruplar üzrə daha çox baskı həyata keçirilir və şahın özünə aid bir mediası var. Bu media daimi, yəni şaha tərəfdar olan media daimi din adamları haqqında, o din adamlarına ətrafında toparlanan insanlar haqqında çox sərt məqalələr, çox sərt fikirlər yazırlar. Xomeyni dəstəkləyən ən önəmli qruplardan biri də bazari dediyimiz, yəni ki, bazarda olan əsnaflar, yəni bazar adamlarıdır. Bu bazari deyirlər bunlara. Bunlar da şahın Amerikanın bu qədər Amerikan siyasətini ölkə daxilində dəstəkləməyi və daha çox Amerikanın istədiyi iqtisadi siyasət tətbiq eləməklə çox narahat olduğuna görə onlar da Xomeynini dəstəkləyir. Yəni İran daxilində Xomeyninin dəstəyi çox yüksəkdir. O dönəm İslami sosializm çox məşhurdur. Səddam Hüseyn də, Hafız Əsadın qurduğu Suriya hökuməti
də və Misir hökuməti də bu İslami bazı sistemlər üzrə İslami sosializmi müdafiə eləyirlər. İran daxilində də Today Marksist partiyası, bunlar və digər sosialist partiyalarla birlikdə daha çox belə yeni İslami sosialist bir hökumət qurmaqla bağlı fəaliyyətlər var. Buna görə şah, yəni ki, hər kəs, İran daxilindəki hər kəs şaha qarşıdır. Belə bir dövrdə 1977-ci ildə şaha yaxın media tərəfindən Xomeyni haqqında bir məqalə yazılıb. Bu məqalədə Xomeyninin əslində dinsiz olduğu və homoseksual olduğu, Fransada digər öz cinsinə mənsub insanlarla çox qəribə münasibətlər yaşadığına falan belə bu formada Xomeynini təhqir edici böyük bir məqalə yazılır və bu məqaləni oxuyan xalq ayağa durur. Yəni Xomeyninin bütün tərəfdarı və bütün İrandakı, yəni ki, əhalinin böyük bir qismi böyük etiraz dalğası başladı. Bu etiraz dalğası qarşısında belə şaşqına dönən şah ordunu xalqın üzərinə göndərir və burada qara cümə baş verir və xalqın üzərinə gedən ordu xalqın üzərinə atəş açır. Helikopterlərdən əli silahlı insanlar ağır silahlarla xalqın üzərinə atəş açır və 100-dən artıq insanın həlak olduğu deyilir bu hadisələrdə. Bunlardan sonra yəni xalqla şah arasında artıq yəni bütün belə duyğusal əlaqələr də tamamilə kəsilir. Şah bu dövrdə daha çox İranın İslam fəaliyyətlərini uzaqlaşdırılmaq adına İranın keçmiş Fars imperiyasından gəldiyini və İran xalqının da sadəcə İslam dinindən yox, İslam dinindən də çox əvvəl, çox qədimdən böyük bir Fars xalqı olduğunu deyən bir ideologiyası var və bu ideologiyanı da bütün xalqa yaymaq istəyir. Amma ki, belə bir problem var ki, o dönəmki şah hökumətinin yəni bugünkü müasir, modern hökumət kimi deyil. Yəni şəhər mərkəzlərindən kənara çıxdıqda şah hökumətinin xalqa bir şey çatdıra biləcək sistemi yoxdur, təhsil sistemi yoxdur. Çox dağlıq ərazilərdə, geri qalmış ərazilərdə məktəb sistemləri yoxdur. Və bunu heç cür öz xalqına deyə bilmir. Amma ki, bunu bütün xalqa çatdırmaq üçün Fars imperiyasının 2500 illiyin keçirdiyi böyük bir tədbir keçirir. Bu İranın ortasında Persepolis deyə bir yer var. Bu Fars imperiyasının qalıqlarının orada bir şəhər var. O şəhərin qalıqları arasında yəni ki, belə səhra kimi bir ərazidə böyük bir tədbir keçirir. Bu tədbirdə o indinin pulu ilə təxminən 600 milyon dollar xərcləyir və bütün yeməklərin Fransadan gəldiyi, fransız şərablarının qonaqlara təklif edildiyi və heç İranlıların dəvət edilməz, sadəcə Avropa aristokratlarının və Avropada yəni digər xanədanlıqların dəvət edildiyi böyük bir tədbir keçirir. Bu tədbiri keçirdiyi zaman yəni İranın iqtisadi durumları neftin qiymətinin düşməyi ilə birlikdə çox çətin vəziyyətdədir. Əhalinin, yəni İranın bəzi ərazilərində su qıtlığı, bəzi ərazilərində qida qıtlığı yaranır. Yəni bu şəraitdə televizorlardan yayımlanan böyük bir bu formada israfa üsyan olaraq yenidən xalq tərəfindən üsyanlar başlayır və bu üsyanlardan sonra artıq şahın arxasında duran Amerika və İngiltərədə şahın yəni dövləti idarə edə bilməyəcəyini düşündüklərinə görə artıq şahın getməyinə qərar verirlər. İngiltərə hökuməti o dövrən fikirləşir ki, yəni biz Xomeyni ilə bir şəkildə anlaşarıq Amerikada düşünür və həqiqətən də bunu deyirlər, bu tam sübut olunmuyor. Amma Xomeyninin də Fransada olduğu dövrdə Carter'a, o zamanki Amerikan prezidentinə məktub yazdığı, şahın arxasında durmayın, şah getsin, mən hakimiyyət yerində də sizlə olan, yəni ki, əsas yəni neftlə olan müqavilələrinə sadiq qalacağam və yenidən neftin sizin şirkətlər tərəfindən işlənib satılmağına maneə çıxarmayacağam dediyi deyilir. Yəni belə bir məktub olduğu deyilir, amma tam sübut olmayıb bu. Bu abhada şah artıq hakimiyyətdən gedir. Yəni yerinə keçici bir hökumət qurur və onu da qoyaraq geri qayıdır və şah həqiqətən ümid eləyir ki, yenidən yəni Amerika və İngiltərə tərəfindən bir çevriliş həyata keçirilər və mən geri gələrəm ümidi ilə gedir. Amma ki 1980-ci ildə xərçəng xəstəliyindən Qahirə şəhərində həyatını itirir. 1979-cu ildə şahın hakimiyyətdən getməli o məşhur təyyarə Fransadan havalanaraq Tehran hava limanına eniş eləyir və Ayətullah Ruhullah Xomeyni İrana geri dönür. Ruhullah Xomeyninin qarşılama 5 milyon, bəzi qaynaqlarda 5, bəzi qaynaqlarda 7 milyon insanın bu qarşılamaya qatıldığını deyir. Yəni İranın hər qismindən müsəlmanı, həqiqətən də o videoları var, yoxda çox böyük izdiham var. Həqiqətən İranın bütün qismlərini, dini, dindarı da, Marksist də, solda duranları da, hər kəs, həqiqətən İran elitası belə Xomeyninin yəni geri dönüşün orada qarşılayırlar və hər kəs sevinir.
Xomeyni geri döndü təyyarədə 120-dən çox jurnalist olur. Niyə səncə? Təyyarədə 120-dən çox. 120-dən çox jurnalistlə gəlir. Frans. Bütün dünyanın hər yerindən jurnalistlərlə gəlir. Yəqin ki, İranı azad elədiyi şəkildə bir şey. Yox, bu təyyarəni vurmasınlar deyə. Qorxur. Şaha məxsus ordunun gəldiyi təyyarəni vuracağını düşürdüyünə görə dünyanın hər yerindən jurnalistlər yığır ki, təyyarəni vurmasınlar. Və çox məşhur bir səhnə var. Tehran hava limanına endilər, jurnalistlər sual verir Xomeyniyə ki, 15 ildən sonra qəhrəman kimi vətəninizə dönürsünüz, nə hiss edirsiniz? Xomeyni sakitcə, saqqalını sığallayaraq deyir, heç deyir. Farsçada, heç sözü farsçada da heç deyir. Həqiqətən o qədər soyuqqanlı və Xomeyninin ən böyük, yəni ki, iradəsinin çox güclü olmağıdır. Həqiqətən Xomeyninin iradəsi şahın hakimiyyətini məğlub etməkdə ən önəmli şeydir. Çünki heç bir nöqtədə geri addım atmır. Xomeyninin elə bir xasiyyəti var. Heç bir nöqtə geri addım atmır. Çox yüksək iradəyə mənsubdur və öz istədiyi olana kimi, axıra kimi gedir. Xomeyninin Paris dönəmlərində çox demək olar ki, 110-dan çox müxtəlif dünya mediasına reportaj verdiyi deyilir. Və Xomeyninin bu qədər qərbdə də dəstəklənmənin səbəbi Xomeyni qərbdəki verdiyi reportajlarda biz orada gələcəyik, çox qatı biz İslam dövləti quracaq demir. Demokratik İslamdan yanayıq deyir. Amma ki, Xomeyninin yazdığı kitablar qərbdə də çox məşhur olmadığını, heç kim oxumadığına görə heç kim də Xomeyniyə gəlib deyə bilmir ki, yəni jurnalistlər Xomeyni sıxışdıra bilmir ki, yəni sən bu məsələn Vəlayət-i Fəqih kitabında bunları yazmısan. Bunlar nədir demirlər. Hər kəs belə Xomeynini şahı devirən, şah istihdabı, İrandakı o otoriter bir sistemi yıxan bir qəhrəman kimi İrana geri dönür. Xomeyninin gəlişindən 10 gün sonra İranda referendum həyata keçirir. Referendumda tək bir sual var. İslam dövləti istəyirsiniz, istəmirsiniz. İslam dövləti olsun, hə yox. Və həqiqətən o dönəm 22 milyon insanın səs verməyə qatıldığını deyir və %96%-dən İslam dövləti olmağa qəbul olunur. Yəni həqiqətən Xomeynini digər inqilablardan, Xomeyninin geri dönüşünün digər inqilablardan fərqi odur ki, digər inqilablarda xalqın çox böyük dəstəyi yoxdur. Sosialist inqilabda da, Atatürkün həyata keçirdiyi Türkiyədəki inqilabda da. Buna baxsaq, xalqın bu işlərlə çox əlaqəsi də yoxdur və sadəcə bir növ mərkəzdə olan elitin o öz ideologiyasını həyata keçirməklə bağlıdır. Amma Xomeynini İranın hər nöqtəsindən insanlar dəstəkləyir və həqiqətən insanlar o İslam dövlətinin qurulmasını istəyirlər. Çünki şahın fəaliyyətlərindən çox beziblər. Bəs Xomeyni gəldi, İslam 10 gündən sonra referendumdan sonra da İslam dövləti qurulur. Bəs Xomeyninin ideologiyası nədir? Əslində Xomeyni İran xalqına nə təklif eləyirdi ki, İran xalqı bu qədər Xomeynini dəstəkləyirdilər. Xomeyninin ideologiyasını yazdığı, əslində bu Xomeyninin İraqda olduğu dövrdə qələmə aldığı Vilayət-i Fəqih yazılarından İslam hökuməti adlı bir kitaba çevrilir. Amma Vilayət-i Fəqih nədir? Şiə təriqətinə mənsub olan insanların çoxluqda olmağına baxmayaraq, şəhərliyin, yəni ki, Azərbaycanda Sovetlərin təsiri ilə də çox yaxşı anlaşılmadığını düşünürəm. Əslində Xomeyninin belə Məsih kimi qarşılanmağı, bir ilahi bir fiqur kimi görünməyin səbəbi şiəlikdən gəlir. Şiəliyin doğru anlamaq üçün bunu bilməliyik ki, şiəlik də 12 imam üzərindən formalaşır. Bu 12 imam Həzrəti Əlinin davamçılarıdır və şiəlik ideologiyasında bu 12 imam onlara bir növ vəlayət, yəni ki, ona valideyni kimi. Valideyn, yəni ərəbcədən onların hamisi, onları idarə edən kimi qəbul edilir. Bu 12 imamın ən sonuncusu 12-ci imam olan Həzrət Muhammed Mehdi imamlığa görə qeybə çəkilib. Bütün dünyadakı bütün şiələr Həzrət Mehdini gözləyirlər, dünyanı, yəni onları xilas etmək üçün. Və buna görə də şiəlik içərisində hakimiyyəti idarə etmək, hakimiyyətə gəlmək haram hesab olunur. Çünki hakimiyyət sadəcə imamların haqqıdır. Və dünyada imam olmadığına görə, Həzrət Mehdi hələ ki gəlmədiyinə görə, əslində şiələr dövlət idarəsində olmaq istəmirlər. Və bunun tək istisnası Ayətullah Ruhullah Xomeynidir. Və ona görə də Xomeyni əslində Ayətullah Xomeyni demirlər. Nə deyirlər? İmam Xomeyni deyirlər. Dünyada heç kimə şiələr bunu demir. İmam Xomeyni deyirlər. Yəni ki, əslində bir növ o mistikanın arxasından saxlanır Xomeyni. Xomeynidən soruşurlar da, sən Həzrəti Mehdisən deyirlər.
Yəni Həzrəti Mehdi olduğunu da soruşurlar. Xomeyni buna tam cavab vermir, amma ki həqiqətən Xomeyninin imam olduğunu inanırlar. Ona görə İmam Xomeyni deyirlər. Vəlayət-i Fəqih kitabında Xomeyninin ən önəmli fikri budur ki, bu dünyada idarəçilik üçün əlimizdə olan tam dəqiq məlumat Allahın bizə göndərdiyi kitabdır, yəni Qurandır. Və bu Quranla əgər tək haqq olan din İslamdırsa, bütün dünyavi əməllərimizlə birlikdə o dövlətin idarəsi də, xalqın davranışları da Allahın əmrləri ilə idarə edilməlidir. Və bu əmrləri də ən yaxşı bilənlər fəqihlərdir. Fəqih əslində dini hüquq deməkdir. Yəni bu dini hüququ da bilənlər bununla məşğul olanlar, yəni ki, fəqihlər mədrəsələrdə yetişən din adamlarıdır. Və buna görə də xalqın idarəsi, yəni o xalqın dövlət tərəfindən idarə olunması fəqihlər tərəfindən, yəni ki, dini otorite, dinin ən yüksək səviyyədə olan insanlar tərəfindən idarə olunmağını deyir. Və bunu da tətbiq etmək üçün, yəni əslində şiəlik daxilində Vəlayət Fəqih kitabını çox da qəbul eləmirlər. Çünki dediyim kimi, hakimiyyətin yalnız Həzrəti Mehdiyə, İmam Mehdiyə aid olduğunu düşünürlər və digər din adamlarının dövlət idarəsində, yəni hakimiyyət sahibi olmağını qəbul eləmirlər. Amma ki, təbii ki, Xomeynin qurduğu bu hökumətdə bunu inanan din adamları, digər ayətullahlar falan, ayətullah ünvanları falan əllərindən alınır. Buna qarşı çıxdığına görə. Yəni ki, əslində Ayətullah Xomeyni şiəliyin içərisində də yeni bir axım yaradır. Yəni o dönəmə qədər şiəlilər heç vaxt hakimiyyətə gəlməyi düşünmürlər. Referendumdan sonra qurduğu İslam hökumətində birinci, yəni qərb dövlətlərin ülkü tutmamaq üçün keçici bir hökumət qurur. Bu Bəzərgan olan, yəni Fransada oxumuş İranlı intellektual, yəni qərblərin xoşuna gələn Bəzərgan hökumətini qurur. Bəzərgan da bunun baş naziri olur. Bəzərgan hökuməti o dönəm, yəni daha müstəqil İranın daha belə liberal, azad bir hökumət kimi qəbul olunur və həqiqətən də bunlar bir davam edir. Amma ki, pərdənin arxasında Ayətullah Xomeyni öz hökumətini qurur. Bu hökumətdə də ən yüksəkdə duran ali lider, dini ali lider olur. Onun aşağısında məhkəmə, amma dini hüquqların dinə uyğun olduğunu, qəbul olunan hüquqların dinə uyğun olduğunu müəyyən edən məhkəmə sistemi olur və bir də ayətullahlar qrupu var. Bu ayətullahlar qrupu ölkəni idarə edəcək siyasətçiləri seçir və bu siyasətçilər bunlara müraciət edir. Onların qəbul etdiyi siyasətçilər məsələn prezidentliyə namizəd ola bilər. İkinci bir qrupda ayətullahı seçir. Ayətullah o dövrdə, yəni birinci böyük ayətullah olmalı, sonra dini ali lider olmalıdır. Və ilk bu dini ali lider Ayətullah Xomeyni olur. İranın yeni qurulmuş İran İslam Cümhuriyyəti deyilir və İran İslam Cümhuriyyətinin ən önəmli hadisəsi radikal İranlı bir qrupun o dönəmki Amerikan səfirliyini işğal etməyi və 200 Amerikan səfirlik işçisini 415 gün orada girov formada saxlamaqlarıdır. Bu hadisəyi ilk öncə Bəzərcan hökuməti buna etiraz edir, amma Xomeyni bunu dəstəkləyir. Və Amerikaya çünki hakimiyyətə gəldikdən sonra artıq Amerikanı böyük şeytan olaraq göstərir. Zaten şah dönəmində də bunu eləyirdi. Amma ki, bu da yəni bir növ konspirik teoriyadır. Amma ki, bəzi CIA sənədlərində bunun da izləri var ki, o dönəmki Amerikan prezidenti olan Carter'ın son dönəmi idi və son dönəmindən sonra onun yeni namizəd Ronald Reagan'la yeni bir seçkiyə girmişlər və bu seçkidə Ayətullah Xomeyni'nin Ronald Reagan'la razılaşdığını, Carter'ın Amerikan xalqı arasında məşhurluğunun itməyi və seçkidə məğlub olmaq üçün o Amerikan səfirliyində olan Amerikan səfirlik işçilərinin girov müddətinin ən azından seçkiyə qədər uzadılmağını istəyir və həqiqətən də 1980-ci ildə Ronald Reagan seçkiləri qazanır və Ronald Reagan seçkiləri qazandığını bilinənin 17-ci dəqiqəsində İran hökuməti səfirlik işçilərinin girov azad edir və onları təyyarəyə qoyaraq Amerikaya geri göndərir. Yəni həqiqətən seçkilərdən Ronald Reagan, pərdənin arxasından isə Molla hökuməti çıxır. Molla hökumətinin digər
ən böyük o dönəm öz fəaliyyətlərini genişləndirməyi, Mərkəzi hökumətin gücləndirməyinə səbəb olan bir hadisə də İraq-İran müharibəsidir. 1980-ci ildə Səddam Hüseyn düşünür ki, İran hökuməti yeni qurulub, onun həqiqətən də şahdan qalan ordu Xomeyninin içəridəki fəaliyyətləri nəticəsində generalları edam olunub. Savakın, yəni ki, o dönəm İran kəşfiyyatının da yüksək rütbəli generalları hamısı edam olunub. Yəni İran ordusu darmadağın vəziyyətdədir. Bu dövrdə mən İraqla sərhəd olan daha çox ərəblərin yaşadığı və neft, çox yüksək bir neft emalı olan Xuzistan əyalətini işğal eləmək istəyir. Və 1980-ci ildə İraq-İran müharibəsi başlayır. İraq-İran müharibəsi haqqında Xomeyninin bir sözü var ki, bu bizə Allahın bir bəxşidir. Çünki həqiqətən daxildə baskı hökuməti qurmaq üçün Xomeyninin kənar, yəni ki, bir xarici düşmana ehtiyacı vardı. Bu ilk növbədə Amerika oldu. Səfiri işğalı ilə əlaqəli və həqiqətən də səfiri işğalına etiraz edən Bəzərcan hökuməti Amerika ilə işbirliyi edir deyə baskılar nəticəsində istefaya göndərilir. İraq-İran müharibəsində də müharibənin daxildə verdiyi xarici düşmana qarşı hökumətin ətrafında birləşməklə birlikdə daxildə çox böyük bir inqilab həyata keçirilir. Xomeynin daxildə keçirdiyi inqilablardan ən böyük tədris proqramı ilə bağlıdır. 2 il universitetlər bağlı qalır və universitetlərdə olan daha marksist, sosialist müəllimlər hamısı qovulur. Tədris proqramı, bütün kitablar hamısı yenidən yazılır. Bütün təhsil sistemi İslam dininə uyğun olaraq yenidən dəyişdirilir. Bu zaman yəni ki, təbii ki, oradakı tələbələr, müəllimlərin bir çoxu qovulur və tələbələr də qovulur. Bəzi tələbələr hətta edam edilir, etiraz elədiyinə görə. Yəni çox sərt, içəridə çox sərt bir rejim qurur və bunu da pərdələmək üçün təbii ki, İraq-İran müharibəsindən istifadə eləyir. Daxildəki digər təbii ki, qadının haqlarına qarşı olan tədbirlər görünür. Evlənmə yaşı 9-a endirilir. Qadınların baş örtmək, hicab örtmə məcburiyyəti gətirilir. Qadınların hakim, müstəntiq olma haqları əllərindən alınır. Qadınların məhkəmədə şahidliyi, bir qadın şahidliyi, bir kişi şahidin yarısı qədər hesab olunur. Klassik İslami qaydalar daxildə də, ölkə daxilində sərt bir şəkildə tətbiq edilməyə başlanılır. Müharibə dövründə, yəni hökumətin ən sərt dövründə təbii ki, Kommunist Today partisinin üzvləri birbaşa edam cəzası ilə cəzalandırılırlar, bütün sosialist qruplar. Hətta Xomeyni Fransada yaşadığı müddətdə öz ətrafında olan insanları belə yəni öz ətrafından uzaqlaşdırır, bəzilərini həbsə atır. Bunda səbəbi yəni ki, artıq tam İslam dövlətini çox sərt bir şəkildə qurur və onu gələcəkdə belə ona etiraz edə biləcək şəxsləri belə aradan götürür. İraq-İran müharibəsi dövründə Xomeyninin Amerika ilə bağlı olan bəzi münasibətləri ortaya çıxır. Burada belə olur ki, Ronald Reaganın prezident olduğu dövrdə İraq-İran müharibəsində Amerika həm İraqa silah satır, həm İrana silah satır. Amma İrana necə silah satır? Gizli yollarla CIA üzərindən İrana silah satırlar. Amerikan qanunlarına görə İran əslində sanksiya altında olduğuna görə bu silah satılma məsələsi Amerikan Konqresindən gizli həyata keçirilir və Reagan da buradan aldığı pullarla digər Mərkəzi Amerika ölkələrində sosializmə qarşı olan bəzi qrupları dəstəkləmək üçün bu puldan istifadə edir. Sonradan bu ortaya çıxır. Bu silah qarşısında Lübnanda olan Amerikan əsirlərinin azad olunmağı ilə bağlı İran əmr verir. O vaxtda da o da Hizbullah qruplaşması var İranın təsiri altında. Yəni bu sonradan ortaya çıxır. Xomeyni də oradakı insanlar bizə xəyanət eləyib, yəni özünün xəbəri yox imiş kimi göstərir. O xəyanət eləyib falan deyib. Ortadan çıxır. Sonra da 1988-ci ildə nəhayət İran-İraq müharibəsi bitir. Və Xomeyni əslində bunu bitirmək istəmir. Çünki müharibə başlayanda son damla qanımıza qədər vuruşacağıq. Hətta Səddamın hakimiyyətdən getməyini istəyir. Amma nəticədə son nöqtədə heç bir sərhəd dəyişikliyi olmadan 500 min İraqlı və 1 milyon İranlının həlak olmağı ilə heç bir sərhəd dəyişikliyi olmadan müharibə başladığı kimi sərhəddə davam edir və 1988-ci ildə müharibə bitir. Xomeyni müharibənin bitişi müqaviləsini imzalayanda bu sözü işlədir ki, yəni bu zəhəri içirəm. Yəni əslində Səddamın hakimiyyətdən getməyini istəyirdi müharibənin bitməyi üçün. Amma sonunda razı olur. Və 1989-cu ildə Ayətullah Ruhullah Xomeyni infarkt
nəticəsində həyatını itirir. Xomeyninin cənazəsi çox məşhurdur. YouTube-da bunun videosu da var. Yəni xalq böyük bir belə histeri halında Xomeyninin cənazəsinə qatılır və hər kəs cənazəyə toxunmağa, Xomeyninin yəni kəfənindən bir parça qopartmağa çalışır. 3 dəfə Xomeyninin cəsədi yerə düşür. Yerlərdə sürüklənir, kəfəni açılır və bir növ həmin o dəfn mərasimi təxirə salınır. Xomeyni daha sonradan yəni deyəsən xalqın qatılımı olmadan dəfn olunur. Xomeyninin İranda göstərdiyi fəaliyyətləri bir dini ideologiyası var idi, amma yəni bir iqtisadi ideologiyası heç vaxt olmadı. Həqiqətən də bu İran iqtisadiyyatı 1979-cu ildən sonra demək olar ki, çöküşə keçir. Çünki həqiqətən İran daxilində baş verən iqtisadi fəaliyyətləri İran İslam Cümhuriyyəti qurulduqdan sonra bir paralel fəaliyyətə keçirilir. Çünki həqiqətən devrimi, yəni ki, o inqilabı qorumaq üçün İran daxilində paralel ordu qurulur. Buna da bu gün bilik İran İslam keşikçiləri, yəni paralel orduya paralel bir inqilabı qorumaq üçün bir ordu qurur və əslində bu orduya iqtisadiyyatın da bəzi fəaliyyətlərin, yəni bu ordunun generallarına verilir. Bu generallar, yəni bu ordudakı generallar İran daxilində iqtisadi fəaliyyətlər həyata keçirir. Yəni bu da əslində xalqın, yəni bəzi qismlərinin, yəni İran hökumətindən kənarlaşdırılmağını və iqtisadi fəaliyyətlər, yəni bir elitlərə, onlara ağazadələr deyirlər, ağazadələrə verirlər. Yəni bu cür iqtisadi siyasət İran iqtisadiyyatını zəiflədir. Təbii ki, neft qiyməti düşür, Amerikan sanksiyaları tətbiq olunur və İran iqtisadiyyatı tamamilə zəifləyir. Hətta yəni ki, dünyada bunu eləyənlər də var. Süni bir İran yaradırlar. Yəni necə süni bir İran iqtisadiyyatı modelini yaradırlar. Burada bu modeldə İranda yəni bir dənə İslam inqilabını çıxarırlar. Geri qalan hər şey, iqtisadi fəaliyyətlər eyni gedir və burada bu nəticəyə gəlir, son nəticəyə buna gəlirlər ki, günümüzdə İran iqtisadiyyatı əgər İran İslam inqilabının nəticəsində %40 ümumdaxil məhsulda %40 daha azdır. Yəni ki, inqilabın bu cür mənfi təsiri olub iqtisadiyyata. Yəni Xomeyninin tək, yəni ki, o gələndə verdiyi iqtisadi arqument, yəni iqtisadiyyatla bağlı arqument İran iqtisadiyyatının da gəlir bərabərsizliyi olmaq şah dönəmində. Bu həqiqətən də belə idi. Gini kat sahəsi deyə bir şey var. Yəni iqtisadiyyatdakı gəlir bərabərsizliyini ölçən bir sistemdir. Həqiqətən şah dönəmində İranda Gini 0.60, yəni 1-ə nə qədər yaxındırsa, bərabərsizlik o qədər artıq 0.60-dır. Amma ki, Xomeynidən sonra, yəni İran İslam Cümhuriyyətində də bu yəni %42-yə falan qədər düşür. Amma yenə də yəni gəlir bərabərsizliyi İranda davam edir. Sadəcə yəni Xomeyninin iqtisadi sistemində bu var ki, Xomeyni yəni şah dönəmində daha çox elitlərə xidmət edən bir hökumət var idi. Amma Xomeyni dövründə bu hökumət daha da kənd ərazilərinə, şəhərdən kənarda qalmış, inkişafdan qalmış ərazilərə də nüfuz eləyir və həqiqətən də bu gün İran hökuməti şah hökumətinə baxdıqda daha çox, yəni kənarda qalmış da kasıblara daha çox xidmət göstərən, onlara da dövlət xidmətini aparan bir dövlət rejimi qurub. Amma ki, bu günlərdə İran haqqında məlumatlar hər kəs maraqlanır. Çünki İranın bu gün Amerika və İsraillə müharibə halında olmağı ilə əlaqədar. Bununla da bağlı kiçik bir fikir deyə bilərəm ki, Xomeyni hakimiyyətə gəldikdən sonra daxildə inqilabı qorumaq üçün Şiə düşüncəsinin, yəni bu Şiəliyin bir hökumət sistemi olma düşüncəsinin qonşu ölkələrə yayılma siyasəti həyata keçirir. Təbii ki, bunun ilk ünvanı İraq olur. Sonra Körfəz ərəb ölkələrində də Şiə nüfuzu var. Səudiyyə Ərəbistan %30-u Şiədir, Ummanın %70-i Şiədir. Orada da Şiə fəaliyyətlərini dəstəkləməyə dair İran hökumətinin bir siyasəti olur. Və bu gün yəni nəticədə bu fəaliyyətlərdə oradakı ölkələr narahat edir və oradakı ölkələrin bir növ hamisi olan Amerika və İsrail də bu gün yəni bununla bağlı İrana qarşı bu cür yəni tamamilə İrandakı o hakimiyyəti aradan qaldıra biləcək fəaliyyətlər həyata keçirilir. İsa, indi səncə Xomeyni inqilabı olmasaydı, Məhəmməd Rza Pəhləvi iqtidarı
nə qədər davam edərdi? Yəni dünyadakı siyasətin getdiyi yönə baxsaq, yəni bütün dünyada təbii ki, yəni şahlıq, bu formada krallıqların artıq sonu gəlmişdi. Təbii bunların çoxu 2-ci Dünya müharibəsində getmişdi, amma İran istisna olaraq davam edirdi. Ona görə yəni ki, burada yəni Rza Şahın davam edə biləcəyini düşünmürdüm. Çünki İran xalqı tamamilə buna qarşı idi. Amma təbii ki, yəni yerinə gələn hökumət teokrasi, yəni İslamla idarə edilməyən, daha çox cümhuriyyət olsaydı daha yaxşı olardı. Amma təbii ki, bunu da icazə verməzdi. Yəni Xomeyninin hakimiyyətə gəlməyinə bir növdə Amerika və İngiltərənin İran nefti üzərindəki hakimiyyət qurma cəhdləri səbəb olmuşdu, yəni. Bəs səncə Xameyni tarixdə iz qoymuş şəxslər arasında ilk 50-dədir? Yəni həyatının öyrənilməsi lazım olan. Yəni Xameyninin fəaliyyətləri İslam dünyası üçün, yəni şiələr üçün önəmli ola bilər. Şiə ideologiyasına mənsub deyilsə bir insan, yəni dinin, yəni şiə mənsəbinə mənsub deyilsə, Xameyninin həyatından bir şey öyrənə bilərmi? Məncə yox. Daha çox şiəlik və İran inqilabına aid fəaliyyətləri var. Dünyəvi, yəni dünyanın digər mədəniyyətlərində, yəni onun dediyi fikirlərin, onun ideologiyasının bir qarşılığı yoxdur. Məsələn, sosializm, kapitalizm, faşizm haqqında bunu deyə bilmərəm. Çünki onlar dünyanın bütün mədəniyyətlərində az-çox təmsil oluna bilir. Amma ki, Xomeyninin ideologiyası və təmsil elədiyi fikirlər sadəcə şiə mənsəbi içərisində anlaşıla bilən və onun içində tətbiq oluna bilən bir fikirlərdir. Ona görə də yəni dünyanın digər yerlərində bu ideologiyanın bir qarşılığı olduğunu düşünmürəm. Lider olaraq da yəni ilk 50-yə girməz. Amma 50 ildir, yəni ortalama hardasa 50 ilə qədər rejim davam edir. Rejim davam edir və İran da dünyanın ən nəhəng ölkələrindən biridir. Bu İranın daxilindəki sosial hərəkətliliklə, yəni o İran xalqının sosial hərəkətliliyi ilə bağlıdır və İran xalqının şiəliyə mənsub olmağı ilə əlaqəlidir. Yəni bu gün biz kənardan anlamırıq. Bəzən Amerikan, yəni propagandasına məruz qalırıq və sanki İrandakı xalqın %90-ı bu hökumətə qarşıymış kimi bir şey görünür. Amma ki, belə bir şey yoxdur. İran xalqı qatı dindar bir xalqdır və həqiqətən buna inanırlar və buna da çox qarşı deyirlər. Hər xalqın içində yəni ortaq dəyərlərə qarşı olan insanlar var. Amma bu Amerikanın və ya Qərbin propagandasında çox görünür. Amma İran xalqı o dövləti sevir həqiqətən. Bugünkü videomuzda İran İslam İnqilabı və Xomeyninin həyatını incələdik. Videomuz burada sona çatır. Videonu bəyənməyi unutmayın. Fikirlərinizi şərh bölməsinə yaza bilərsiniz. Görüşənədək.